Türk şərhçiləri sizə səslənirəm. Yığışdırın özünüzü. Qardaş deyib, qardaşlıqdan danışıb meydanda və mikrofon arxasında başqa sima göstərmək olmaz. Fransdan qapınıza vurduq olar, o nə sevmək elə. Bu spikerlər heç mi deyən yoxdur ki, açı, yalandan da olsa üzlər yanlar. O qədər video çəkdik, yenə də ağlanmadılar da. Biz illərlə sizin qələbənizə sevinmişik, sükutlar, qürurlar. Amma indi bizə qarşı olan bu həvəs, bu şadlıq nə daxil? Qardaşın yıxılan sevinməzlər, qardaşın ağrısına gülməzlər. Biz illərlə eyni bayrağı, eyni duyğunu bölüşdük. Bizim şərhçilər Türkiyə qol buraxanda sükuta bürünür. Kaş ki biz də vuraq deyə təəssüf hissi ilə danışırdı. Amma indi baxıram, bizə qarşı o qədər coşqu, o qədər sevinç var ki, adam sual verir. Bu sevinç kimə qarşıdır? Qardaşa, yoxsa rəqibə? Meydanda uduzmaq olar, amma hisslərdə uduzmaq olmaz. Açıq deyirəm, bu münasibət ya yerli dibi kəsiləcək, ya da qardaş sözün mənası dəyişəcək. Çünki biz susduqca siz unudursunuz, biz artıq susmayacağıq.